Dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. FES Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Qədim Yunanistan və Roma mövzularını əhatə edən sınağı sizlərə təqdim edəcəm. Sual 1. Aristokratları Demosa güzəştə getməyə məcbur etdi. Burada düzgün variant B olacaq. Yəni Demosun üsyana hazırlaşması. Hər hansı bir üsyan baş verməyib. Sadəcə Demos üsyana hazırlaşıb. Sual 2. Təbii fəlakət nəticəsində mədəniyyətin tənəzzülə uğradığı ərazini müəyyən edin. Eradan əvvəl 3-cü minillik yaxın adada baş vermiş vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti süqut edib. Yəni A variantı. 1. Sual 3. Birinci Daranın Yunanistana yürüşü üçün xarakterikdir. Birinci Dara eradan əvvəl 490 marafon döyüşündə məğlub olur. Yəni Y variantı. Sual 4-ə baxaq. Yunan-İran müharibəsinin nəticəsi üçün səciyyəvidir. Eradan əvvəl 500, eradan əvvəl 449-cu illəri əhatə edən bu müharibədə Yunanlılar öz müstəqilliklərini, istiqlaliyyətlərini qoruyub saxlayır. Yəni düzgün variant A olacaq. Sual 5. Marafon döyüşü üçün xarakterikdir. Eradan əvvəl 490-da baş verən marafon döyüşündə nə baş verib? Deməli, Afinalıların qələbə qazanması variant D. Döyüşdə iştirak edib Əhəməni hökmdarı 1-ci Dara və Yunanistan tərəfdən Miltiad. Sual 6-ya baxaq. Eradan əvvəl 4-cü əsrin 30-cu illərində Yunan şəhər dövlətlərinin azadlığına son qoydu. Söhbət Xeronea döyüşündən gedir. Eradan əvvəl 338. Yunanlıların azadlığına son qoyan dövlət Makedoniya, hökmdar 2-ci Filip. Və sual 7. Eradan əvvəl 2-ci minilliyin sonunda Lakonikanı işğal edən Dorilər, bəli B variantı Sparta şəhərinin əsasını qoydular. Hansı mədəniyyətin varlığına son qoyublar? Axey Yunanlıların yaratdığı mədəniyyət, Mikena mədəniyyəti süqut edir. Sual 8-də daha əvvəl baş vermiş hadisəni istəyir. Qarşılarını qeyd edəcəm. Sparta şəhərinin salınması eradan əvvəl 2-ci minillik. Davam edirik. Afinada quldarlıq demokratiyasının yüksək inkişaf dövrü, təbii ki Periklon dövrü eradan əvvəl 5-ci əsr. Və C variantı Afinada gümüş pulun kəsilməsi eradan əvvəl 7-ci əsr. D variantı Afinanın Yunanistanda ən güclü şəhər dövləti çevrilməsi də Yunan-Əhəməni müharibəsi nəticəsi olacaq. Yəni burada da götürürük eradan əvvəl 5-ci əsr. Daha sonra strateji vəzifəsinin təsis edilməsi eradan əvvəl 6-cı əsrin sonları. Gördüyünüz kimi Sparta şəhərinin salınması eradan əvvəl 2-ci minillik, eradan əvvəl ən böyük rəqəm daha qədim olduğuna görə A variantını təyin edirik. Və sual 9. Məntiqi ardıcıllığı tamamlayın. Baxın, eradan əvvəl 490 marafon döyüşündə Əhəmənilər məğlub olurlar. Eradan əvvəl 338 Xeronea döyüşündə Makedoniyalılar qalib gəlir. Və eradan əvvəl 190 Magnezi döyüşüdür və Romalılar Selevkilərə qalib gəlir. A variantı. Sual 10. Daha əvvəl baş vermişdir. Hindistanda vahid dövlətin yaranması eradan əvvəl 3-cü əsr qarşısına qeyd edirəm. Misirin Romanın əyalətinə çevrilməsi eradan əvvəl 30-cu ildə. Və Krit mədəniyyətinin süqutu eradan əvvəl 2-ci minillik. Makedoniyalı İskəndərin Hindistana yürüşü eradan əvvəl 327. Və Roma imperiyasının parçalanması isə bizim erada baş verib 395. Və daha əvvəl baş verib Krit mədəniyyətinin süqut etməsi, yəni eradan əvvəl 2-ci minillik ən böyük rəqəm daha qədimdir. Təkrar edirəm. 11. Afina-Sparta müharibəsinə aid olan məsələlər hansılardır? Baxın, burada Afinanın qələbəsi ilə başa çatması, bəli 3-ü götürəcəyik. Və şəhər dövlətlər tənəzzül edir, onların daxilində ziddiyyətlər artır, tiranlıq yaranır. 4-lə 3 B variantı. Sual 12. 12-ci sualda eradan əvvəl 5-ci əsrin ortalarında Afinada nə baş verdiyini istəyir.
C variantı, yoxsul vətəndaşların hüquqları xeyli artır. Kimin adı ilə bağlıdır? Periklin islahatları ilə. Sual 13. Aha, eradan əvvəl 509 nə baş verib? Eradan əvvəl 509-cu ildə Romada padşahlıq quruluşu ləğv edilib və respublika yaranıb. Hansı ki 753-509 Romada padşahlıq dövrü idi eradan əvvəl. Və sual 14. Eradan əvvəl 3-cü əsrdə Romanın tam hüquqlu vətəndaşına çevrilir. Patrisi plebey müharibəsi nəticəsində plebeylər vətəndaşlıq adını qazanırlar. Sual 15. Xalq tribunları üçün səciyyəvidir. Tribun eradan əvvəl 5-ci əsrdə seçilir plebeylər tərəfindən və plebeylərin hüquqlarını qoruyur. Tribunu öldürmək ən böyük cəzadır, ən böyük cinayətdir və tribun veto qoya bilər. Romada dövlət idarə etmə məsələsidir. Sual 16. Respublika dövründə senatın səlahiyyətlərinə aid deyil. Bilirik ki, D variantı tribunları bayaq haqqında söhbət etdiyimiz orqanı xalq yığıncağı seçir. Qaldı ki, maliyyə işlərinin həll edilməsi, müharibə sülh məsələləri, qərarların hazırlanıb yığıncağa təqdim olunması və ya səsə qoyulması üçün dediyimiz kimi xalq yığıncağına göndərilməsi senatın səlahiyyətlərinə aiddir. Senatın funksiyalarıdır və 17. Eradan əvvəl 3-cü əsr Çin, 5-ci əsr bizim era, Roma tarixinə aid ümumi cəhət nə ola bilər? Hunlara qarşı mübarizə aparılması. Eradan əvvəl 3-cü əsrdə Çinlilərin Hunlularla müharibələrini bilirik. Hun-Çin savaşları. Eradan əvvəl 5-ci əsrdə 451 Katalan döyüşündə isə Attila ilə Aitsi toqquşur. Sual 18. Yunanistanın eradan əvvəl 5, Romanın eradan əvvəl 2-ci əsr tarixinə aid oxşar cəhət nə ola bilər? Baxırıq. Aralıq dənizində hakim dövlətə çevrilmələri. Bəli, qeyd dəviz götürün. Eradan əvvəl 5-ci əsrdə Yunanistan, eradan əvvəl 2-ci əsrdə Roma aralıqda hakim dövlətə çevrilirlər. Sual 19. Eradan əvvəl 146, eradan əvvəl 30 Misir. Buna eradan əvvəl edim. Bəli. Eradan əvvəl 146 Karfagen və yaxud da eradan əvvəl 30 Misir nə baş verib? Romanın əyalətinə çevriliblər. Romanın apardığı işğalçı müharibələrdən söhbət gedir. 20. Selevki hökmdarı 3-cü Antiox, Roma sərkərdəsi Antoni, deməli, Albaniya ilə müttəfiq olmaları deyil, Atropatenaya hücum etmələri, düzgündür. Baxırıq hansı ildə? Eradan əvvəl 223 Antiox, Selevki hökmdarı və eradan əvvəl 36 Antoni, Roma savaşı. Atropatenaya hücum ediblər. Atropatenaya sülh bağlamayıblar, Albaniyaya hücum etməyiblər, Magnezi döyüşündə iştirak etməyiblər. 21. Yenə xronologiya sualıdır, daha gec baş vermişdir. İndi biz ən axırda baş verən hadisəni tapmalıyıq. İskəndər Hindistan yürüşü eradan əvvəl 327. Davam edirik. Hun imperiyası parçalanır eradan əvvəl 58. Aralıq dənizində bayaq qeyd etdiyi 2-ci əsrdə hakim dövlətə çevrilib və Hitlərlə məğlub olması eradan əvvəl 1286. Çində xan sülaləsinin hakimiyyəti bizim eranın 3-cü əsrində başa çatır. Deməli, daha geç baş verən Y variantıdır. 22. Eramızın, bizim eranın 2-ci əsrində Romada qulların öldürülməsini kim qadağan edir? Hansı ki, kənd təsərrüfatı dirçəlsin və iştirak etsin? Roma imperatoru Adrian. Hakimiyyət ili 117-138. İzahın bəli sonlarına yaxınlaşırıq. Sual 23. Hindistanda Mohenjo-Daro, Harappa şəhərlərinin mövcud olması eradan əvvəl 3-cü minillik.
və Afinada gümüş pulun kəsilməsi eradan əvvəl 7-ci əsr. Çində ilk dövlətin meydana gəlməsi eradan əvvəl 2-ci minillik və Romalılar bütün İtaliyanın işğalına baş çatdırıblar eradan əvvəl 3-cü əsr. Ardıcıllığı müəyyən edək. Baxın. 1. Mohenjo-daro Harappa mədəniyyəti, sonra Çində ilk dövlətin meydana gəlməsi 1-3, daha sonra gümüş pul və bütün İtaliyanın işğalının başa çatması 1-3-2-4. Yenə bir xronoloji ardıcıllıq. Plebeylərin tribun seçmə hüququ eradan əvvəl 5-ci əsr. Strateg eradan əvvəl 6-cı əsrin sonları. Mannanın süqutu eradan əvvəl 6-cı əsrin əvvəllərində. Bunu da sonları yazın ki. Belə. Romalılar bütün İtaliyanı işğal edir. Eradan əvvəl 3-cü əsr. İndi baxaq. Deməli, tribunla başlayırıq. Xeyr, 6-cı əsr var burada. 3. Manna dövlətinin süqutu 6-cı əsrin əvvəlləri, daha sonra strategin seçilməsi 6-cı əsrin sonları və tribun seçmə hüququ 5-ci əsr və İtaliyanın işğalı 3-cü əsr 4. 3, 2, 1, 4. Təkrar edirəm. Manna dövlətinin süqutu 6-cı əsrin əvvəllərində, daha sonra strategin seçilməsi 6-cı əsrin sonlarında. Plebeylərin xalq tribunu seçməsi 5-ci əsr və bütün İtaliyanın işğalı 3-cü əsr. Baxın, eradan əvvəl baş vermiş hadisələri xronoloji ardıcıllıq düzənində ən böyük rəqəm daha qədimdir. 25. Vandallar tərəfindən bayaq izah etdik. Hansı şəhər qarət edilmişdir? Söhbət İtaliyadan gedir, yəni Apennin yarımadası 4. Qeyd edim. 26. Strateglərə aiddir. Eradan əvvəl 6-cı əsrin sonlarında xalq yığıncağı tərəfindən Yunanistanda seçilib. Yəni biri götürürük, ordu donanmaya rəhbərlik edir. 1 və 3. 27. Konstantinopolun yerləşdiyi şəhəri müəyyən edin. Daha doğrusu şəhərin yerləşdiyi ərazini müəyyən edin. İmtahanlarda çox düşən bir xəritə sualıdır. Baxın, burada Konstantinopol, indiki İstanbul, aralıqla Qara dənizin birləşdiyi ərazi deyək. 4. Diqqətlə baxın və situasiya. Mətni diqqətlə oxuyun, aşağıdakı suallara cavab yazın. Dövlətə xidmət etmək üçün Perikl ən ləyaqətlilərdən hesab olunur. Sülh dövründə şəhərə başçılıq etməyə başlayan Perikl həmişə sülh və ədalət carçısı olur. Aristokrat mənşəyinə baxmayaraq demokratiya tərəfdarı kimi tanınır. Yadınıza salın, bunun dövrü demokratiyanın çiçəklənmə dövrüdür. Afinanın ən nüfuzlu siyasətçiləri olmaqla Afina polisinin demokratikləşməsinə mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirir və o geniş xalq kütlələrin marağını təmsil edir. Tarixi biliklərinizə əsasən Periklın islahatlarından əvvəl Afinada siyasi vəziyyəti səciyyələndirin. 6-cı əsrin sonlarında eradan əvvəl tiranlığa qarşı üsyan baş verir və demokratiya yaranır. Və bu Periklın dövründə çiçəklənmə dövrünü yaşayır. Çiçəklənmə. Tarixi biliklərinizə əsasən mətnindən istifadə etməklə Periklin islahatları haqqında ən az 2 fikir. Baxın, 1. Yoxsullara vəzifə, 2. Vəzifəyə görə maaş verilməyə başlayıb. Sual 30. Tarixi biliklərinizə əsasən Periklin hakimiyyəti dövründə ali hakimiyyət orqanı haqqında yazın. Təbii ki, xalq yığıncağı. Dəyərli izləyicilərimiz, sürətli təkrar qruplarına qoşulmaq istəyirsiniz. Bildiyimiz kimi imtahana, blok imtahanı çox az qalıb. 055 527 25 99 tarixi biliklərimizi ümumi sınaqlarla, maraqlı sınaq izahlarla möhkəmləndirmək istəyirsinizsə, tələsin. Uğurlar!